deyilir. Yayda isə əksinə gün batmır. Midnight Sun. Bu ekstrem gün işığı şəraiti insanların psixologiyasına və gündəlik həyatına təsir edir. Grönland turizmi qeyri-adi təcrübələr təklif edir. Iceberglər arasında gəmi turları, şimal işıqları, buza dırmanma, qütb ekspedisiyaları və Inuit kəndlərinə səfərlər. Buraya gələn turistlər planetin ən toxunulmamış təbiətini görür. Əriyən buzlar Arktikanın strateji əhəmiyyətini artdırır. ABŞ, Rusiya, Kanada və digər ölkələr bölgədə daha aktivdir. Grönland da bu mənzərədə önəmli rol oynayır. Çünki Arktika sərhədlərinin bir hissəsini təşkil edir. Danimarka, ABŞ bazası olan Thule Air Base də burada yerləşir. Son illərdə Grönland özünü idarə etməni artırmaq istəyir. Əhali arasında gələcəkdə tam müstəqillik arzusu var, lakin iqtisadi asılılıq olduqca böyükdür. Balıqçılıqdan kənar sektorlar hələ də tam güclü deyil. Grönland həm qədim, həm təcrid olunmuş, həm də fövqəladə dərəcədə gözəl torpaqdır. Burada həyat təbiətlə qarşı-qarşıyadır. Bu torpaqlarda həm insanın dözümlülüyünü, həm də planetimizin gələcəyini görmək mümkündür. Grönland bizə göstərir ki, dünya nə qədər dəyişsə də, bəzi məkanlar zamanın axışına meydan oxumağa davam edir. Dostlar, bura kimi. Bu cür maraqlı ölkələri birlikdə kəşf etməyə davam etmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Növbəti səyahətdə görüşərik. Gəlin dünyanı birlikdə tanıyaq. Sağ olun və Allah amanında qalın.